6-cı sual. Yazıb ki, ispat edin ki, A tərəfinin qarşısındakı bucaq alfa. Deməli, bu üçbucağın isbatlarına çox xoşum gəlir mənim. Şagird də isbatla öyrəşəndə yadından çıxmır düzdür. Bu A imiş. Və bu tərəfə bitki bucaq. A tərəfinin qarşısındakı bucaq alfa. A tərəfinin qarşısındakı bucaq. Və bu tərəfə bitki bucaq beta olarsa, üçbucağın sahəsini tapın. Siz bilirsiniz ki, üçbucağın sahəsi iki tərəfə görə, məsələn, bucaq veriləndə iki tərəfə görə tapılır. Da hansı qaydadır? Tutaq ki, mən burada bura bir B deyək, burada bir C deyək. Məsələn, sahə bərabərdir. Üçbucağın sahəsi iki tərəfin hasili vurulsun, onlar arasındakı bucağın sinusu bölünsün 2 idi. Bax, A var. Sinus beta var, amma C yoxdur. C verilənlərdə yoxdur. Deməli, C-ni biz tapmalıyıq. Onda bu bucaq neçə dərəcə idi? Pi-dən, yəni 180-dən çıxmalıydıq digər ikisin. Onda bizdə iki bucaqla, iki tərəflə arasından münasibət qaydasına görə nə yadımıza düşürdü? Sinuslar teoremi yadımıza düşürdü. Buradan da C-ni tapmalıyıq. Və A verilib, B də verilməyib. Bax, bu B də yoxdur. Verilənlər budur. İndi C-ni də tapacağıq. Ona görə olur sinüs 180 çıxılsın alfa üstəgəl beta bölünsün C, sinuslar teoremi bərabərdir sinus alfa bölünsün A. Baxın, buradan biz C-ni tapırıq. Əslində bundan elə ikinci hissədə, əvvəlki ikinci hissədə sadə də vardı da. Deməli, bu olur A vurulsun sinus, orada ad dəyişilmirdi, qonşu bucaqların sinusları eyni idi. Bölünsün sinus alfa olur. Deməli, bax, C-nin yerinə gətirəcəm mən, bax, bu yeri, bax, bu aldığımı yerinə qoyacam. Ona görə olur A vurulsun C. C-nin yerinə də yazıram. A vurulsun sinus alfa üstəgəl beta. Qabağında da sinus beta var. Bölünsün 2 dənə məxrəcdə aşağı düşdü. Deməli, anaya vuranda A kvadrat elədi və verdiyimiz, istədiyi, tələb olunan ifadəni ispat elədik. Dediyim kimi, əvvəlki topluda o bir misal tipində verilirdi. Səhv etmirəmsə, qəbullara da düşmüşdü.